Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Rafael Sergeyeviç Qvaladze birinci dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncamı imzalayıb. O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb. Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının Yol və Şəhərsalma naziri Fərzanə Sadiqi Zəngilana səfər edib. Şahin Mustafayev və Fərzanə Sadiqi həyata keçirilən birgə infrastruktur layihələrinə, o cümlədən Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçirəcəklər. Qeyd edək ki, həmin infrastruktur layihələri Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran üzərindən Naxçıvanla birləşdirəcək Araz dəhlizi ilə əlaqədar həyata keçirilir. Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Sarıcalı kəndinə daha 39 ailə köçürülüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya çatacaq. Qeyd edək ki, daha əvvəl Sarıcalı kəndinə növbəti köç karvanı aprelin 2-sində yola salınıb. Aprelin 9-u saat 23:50 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüzkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Bu barədə Missiyaza Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətə adekvat cavab tədbirləri görülüb deyə nazirlikdən əlavə olunub. Fövqəladə Hallar Nazirliyi Göygöldə maye qaz doldurma məntəqəsinin istismarını dayandırıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Göygöl rayonunun Qızılca kəndində fəaliyyət göstərən Triton 21 məhdud məsuliyyətli cəmiyyətinə məxsus maye qaz doldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qaz doldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun istismara yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə dövrü texniki müayinənin, eləcə də sözügedən tutumların üzərindən quraşdırılmış qoruyucu klapan və manometrlərin dövrü yoxlamasının aparılmadığı, məntəqənin maye və təbii qaz təsərrüfatı obyektlərinin fəaliyyəti növünə lisenziya alınmadan istismar olunduğu müəyyən edilib. Sabah Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xəttdə aparılacaq təmir işləri ilə əlaqədar aprelin 11-də saat 10:00-dan axşam saatlarına qədər qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək. Bugün Avropa Liqasında 4-1 final mərhələsi başlayacaq. İlk oyunların hamısı eyni gündə keçiriləcək. Manchester United Fransada Lyonun qonağı olacaq. Tottenham Londonda Eintrachtı qəbul edəcək. Lazio səfərdə Bodo Glimtlə qarşılaşacaq. Atletik isə Rangers'la üz-üzə gələcək. 4-1 finalın cavab oyunları aprelin 17-sində keçiriləcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.